Salam, hər vaxtınız xeyir olsun əziz Dalğa FM dinləyiciləri. 92.5 FM-də yayımlanan Biznes İncilərinin növbəti buraxılışı ilə yenidən sizinləyik. Bir məlumatı da nəzərinizə çatdıraq ki, radiomuzda yayımlanan bütün verilişləri Apple, Spotify podkastlarından dinləyə, Dalğa FM-in YouTube kanalından isə izləyə bilərsiniz. Bugünkü qonağımız mətbəxə olan sevgisini peşəyə, yaradıcılığını isə ilham verən bir hekayə çevirən food blogger və peşəkar şefdir. Hazırda şef kimi fəaliyyət göstərməsə də illərin qazandırdığı təcrübəni, reseptlərini və kulinariya sevgisini minlərlə izləyici ilə bölüşür. Bugün onun kulinariya yolundan, sosial media uğurlarından, şəxsi brendindən və gələcək planlarından danışacağıq. Beləliklə Biznes İncilərinin bugünkü qonağı food blogger və şef Afaq xanım Mustafayevadır. Xoş gəlmisiniz Afaq xanım. Xoş gördük. Hər birinizi Dalğa FM-i salamlayıram. Dalğa FM-i dinləyənləri salamlayıram. Biraz heyecanım var təbii ki. Təbii ki, bu normaldır. İnsan məsuliyyət hiss eləyəndə biraz həyəcan keçirir, amma buna ehtiyac yoxdur. Amma haşədən biraz kənara çıxmaq istəyirəm. Gözəl bir bugün gündür bizim üçün. Bugün bizim səs rejissorumuz Cavid Abdurrahmanın doğum günüdür. Biz sənə uğurlar arzu edirik. Dalğa FM kollektivi adından hər zaman üzün gülsün, sağlam ol və mən sentyabr ayından sizinlə işləyirəm bərabərik və hər gün bizimlə olduğun üçün sənə təşəkkür edirəm. Çox sağ ol Cavid, təşəkkürlər. Mən də təbrikə qoşulmaq istəyirəm. Təbrik edirəm. Səsiniz yüksəklərdən gəlsin. Hər zaman səsimiz dalğalansın. Təşəkkür edirik və keçirik Afaq xanıma. Afaq xanım, biz sizi sevirik, izləyirik. O reseptlərinizi, o dadlı təamlarınızı hətta mən dadmışam da, bundan da deyim sizə. Çox dadlı və spesifik, yəni reseptlərlə hazırlayırsınız. Amma mən istərdim ki, bizi dinləyən dinləyicilər tanısın və bizi dinləsinlər görək. Kimdir Afaq Mustafayeva? Buyurun. Mən Afaq Mustafayeva. Evliyəm, bir övladım var. Belə deyim, əsl ixtisasım, ilk ixtisasım deyim, beynəlxalq münasibətlər olub. Və hətta magistr təhsil də almışam. Sadəcə sonradan qərara gəldim ki, mən kulinariyanın təhsilini almaq istəyirəm. Bu haqda daha genişli danışaraq növbəti dəqiqələrdə. Təhsilini aldım, müəyyən bir müddət peşəkar mətbəxdə də çalışdım. Sadəcə bəzi səbəblərdən hazırda şef olaraq fəaliyyətimi davam etmirəm. Amma blog üzərindən davam edirəm öz reseptlərimi paylaşmağa. Düzdür, davamlı şəkildə etmirəm. Amma yəni bu mənim hobbim olaraq qalır. Gəlin biraz əvvələ gedək. Necə oldu ki, Afaq xanımın mətbəxə həvəsi yarandı? Adətən biz görürük ki, biz uşaq yaşlarımızdan, yəni bu bizim yaşımıza təsadüf edir. İndiki gənclərə, əsas da bu Z nəslinə ümumiyyətlə nəsə elətdirmək mümkün deyil. Bizim zamanımızda necə idi? Ana mətbəxdə iş görürdüsə, istər-istəməz biz də onlara müəyyən işlərdə, xırda işlərdə təbii ki, kömək eləyirdik. Onu gətir, bunu götür. Mən məsəl üçün özümdən götürürəm. Mənə anam çox iş buyurmasa da, mən o qədər görmüşdüm ki, artıq mən ailə həyatı quranda, mən müəyyən işləri bacaranda anam soruşurdu ki, sən bunları harda öyrənmisən? Dedim, mənim göz yaddaşım. Görürdüm sən bunu necə eləyirsən? Hətta bişirmədiyim bir yeməyi ilk dəfə bişirəndə anam hətta təəccüblənmişdi ki, bunu sən hazırlamısan. Bəli, çünki görürdüm və evdə əslində heç bir bizə qadağa yox idi ki, bunu eləmə və yaxud da bunu elə. Ürəyim istəyəndə, yəni xoşuma görə eləyirdim və yaxud da eləmirdim. Bəs sizdə, Afaq xanımda necə oldu mətbəxə həvəs? Bundan biraz danışaq. Elə yaxşı vurğulandınız. Mənim mətbəxə marağım uşaq vaxtlarımdan yaranıb. Çünki mənim anam mətbəxə, bişirməyə, kulinariyaya çox böyük həvəsi olan bir qadın olub. Yəni mən daim onu bişirən, süfrə açan, qonaq qəbul edən görmüşəm. Təbii ki, mən kömək göstərirdim və gördükcə mənim də həvəsim artırdı. Yəni ilk həvəs belə körpəlikdən olub. Hətta bəzən olurdu ki, mənə buyurmayanda, kömək istəməyəndə mən oturub ağladığım belə olub. Yadımdadır, bir gecə qoğal kimi biraz daha uzun proses çəkən bişişi gecələr eləyirdim, amma çox xoşlayırdım qoğalı yağlamağı, onu kəsməyi, doldurmağı. Ən çətin proses də əslində bunlar. Amma siz eləyirdiniz bunu. Yəni belə deyim, ən çətin işi əslində yaymağıdır. Onu eləyirdim, mən yağlayırdım, kəsirdim, içini doldururdum. Yəni balacaqdan kömək göstərmişəm. Hətta bir dəfə mənə demədən eləmişdi gecə, mən yatmışdım. Səhər durub nə qədər ağlamışdım ki, mənsiz niyə eləmisən?
Daha sonra böyüdükcə artıq özüm sərbəst şəkildə xoşladığım yeməkləri bişirirdim. Daha sonra biraz da böyüdüm. Belə deyim, təhsil aldığım müddətdə biz qızlarla yığışıb pikniklər edirdik, partilər edirdik bir-birimizin evində. Həmişə mən nəsə bişirib aparırdım. Və hətta yəni bu belə deyim də bu kulinariya olan marağım məni təhsil almağıma qədər gətirdi. Gətirdi. Maraqlıdır ki, təbii ki, indi universitet illərində hətta qulağıma belə çatıb ki, o qədər dadlı hazırlayırdınız ki, yəni qızlar hər zaman hər şeyi sizə həvalə edirdilər, amma maraqlısı bilirsiniz nədir? Bəzən biz analarımız hərdən elə düşünürlər ki, evdə bir nəfər olmalıdır, aşpaz, o da ana olmalıdır da, öz mətbəxlərini bölüşmürlər. Adətən ata gələndə, qardaş və ya da indi evdə kimsə gəlib mətbəxdə nəsə hazırlayanda analarda müəyyən bir qısqanclıq yaranır ki, dəymə mən eləyərəm, o yəni mənim ərazimə daxil olma. Yəni sizdə valideyniniz icazə vermişdi ki, sərbəst şəkildə nəsə hazırlayasınız evdə o zamanlarda. Bəli, belə bir qadağa qoyması heç yadımda deyil, düzü. Hazırda mən özüm də oğlumla birlikdə hazırlayıram, hətta videolar belə çəkirik. Onun da marağı var. Z Generation-dan danışdınız ki, marağı yoxdur. Əslində mənim oğlumun 7 yaşı var. Mənlə nəsə hazırlamağa çox böyük marağı var. Bəlkə də o gözünü açıb məni həmişə sevgi ilə bu işi gördüyü üçün onun da marağı var ki, onun da marağı var ki, həmin vaxtı mənlə birlikdə nəsə bölüşərək bir şey bişirsin. Nə gözəl. Əslində Z nəslinin çox danışmayacaq, indi hazırda Cavid bəy buradan mənə baxır ki, niyə bizi qaralamısınız? Ya səbəb ona gəlir ki, onlara nəyisə məcbur şəkildə elətdirmək olmur. Amma bizdə necə idi? Anam əgər deyirsə ki, bu kartof soyulmalıdırsa, vəssalam o soyulacaq. Afaq xanım, bu professional şef olmağa necə qərar verdiniz? Hansı yaşınızda və hansı hadisə baş verdi ki, siz dediniz ki, yox, mən artıq şef kimi fəaliyyət göstərməliyəm? Əslində yenə deyirəm, uzun müddət marağım olub, daim maraqlanmışam, yeni reseptlər axtarmışam, sınamışam. İlk dəfə mən tələbə ikən Türk bir məktəbin, kulinariya məktəbinin bizdə təqdimatı oldu. Mən orada iştirak elədim və həmin vaxtı demək olar ki, bu marağımın pikini yaşayırdım. Daima internetdə, televiziyada verilişlər izləyirdim və orada təqdimatda çox arzuladım ki, mən də kaş oxuya bilərəm. Çünki həmin vaxt mən tələbə idim, biraz imkansız idi ki, mən təhsilimi yarımçıq qoyum. Çünki həqiqətən sevərək, istəyərək seçdiyim ixtisas idi beynəlxalq münasibətlər. Yəni özümü burada görürdüm. Daha sonra sadəcə yenə deyirəm, həminki dövrün şəraiti, başqa ölkəyə getmək, orada təhsil almaq, maliyyə tərəfləri demək üçün əlçatmaz bir şey idi. Sonda isə səhv eləmirəm 2020-ci ya da 21 idi. Bizdə artıq həmin məktəb açıldı, eyni beynəlxalq sertifikat verən kassa, bəlkə də tanıyırsınız, kulinariya məktəbi açıldı və çox təsadüfən qarşıma çıxdı onun reklamı, təqdimatı ilə bağlı. Getdim, təqdimatda iştirak elədim və həmin anda qərar verdim ki, yox, mən burada oxumaq istəyirəm. Əslində hansı ki, mən magistr təhsilini bitirəndə demişdim ki, belə təhsil almayacağam. Amma getdim, oranı görəndə dedim ki, yox, mən təhsil alacağam. Şef olmaqdan daha çox şefin biliklərinə yiyələnmək istəyirdim. Ümumiyyətlə çətin tərəfləri nədir? Çox maraqlıdır. Şef olmağın çətin tərəfləri, belə deyim, həmişə bir deyim var, bəlkə də kişilər daha yaxşı şef olur. Əslində dilinə görə, bəli. Şef olmağın həqiqətən, yəni çox az təcrübəm olsa da peşəkar mətbəxlə tanış olmuşam və həqiqətən çox ağır işi var. İş qrafiki rejimi çox ağırdır. Əsas iş qrafikinə görə ağırdır, yoxsa? Ağırdır. Ən belə çətin tərəf, yəni ancaq iş qrafiki. Və o mətbəxi idarə etmək də çətindir. Bilmirəm, bəlkə də idarə etməyə qabiliyyəti daha yüksək olan şəxslər daha yaxşı bacarır bunu. Amma yəni tək bişirməyi bacarmaqla bir mətbəx idarə eləmək, restoran idarə etmək eyni bir şey deyil. Çətindir. Bayaq vurğuladınız ki, o qədər yəni həvəsim var idi ki, sevgim var idi. Ümumiyyətlə hər həvəsi olan, yəni ki, belə yatır, durur, düşünür ki, mən aşpaz olmaq istəyirəm. Hər həvəsi olan insanın əl qabiliyyəti olur. Yəni həvəs insanı yəni yönləndirə bilər bu tərəfə. Yoxsa ki, həvəsim var amma bişirə adam var da, o cür o qədər gözəl, yəni həvəsi var. Həvəsi yox, həvəs deməyək. İnsan var ki, bütün zamanını sərf eləyir, amma ortaya bir şey çıxara bilmir. Amma adam var ki, tez bazar nəsə hazırlayır, o qədər gözəldir. Əlinin duzu deyirlər, əlinin dadı deyirlər. Nədir o? Yəni siz də buna inanırsınız? Məncə də və həmin insanlara məncə ağız dadı da müəyyən rol oynayır. Onun bişirdiyi yeməklərdə.
Amma deyim ki, həvəsin böyük rolu var. Əgər doğrudan bir insanın həvəsi varsa, Bəli. onun üzərində çox işləsə, məncə istədiyi bir yerə gəlib çıxa bilər. Ümumiyyətlə bir food bloger olmaq ideyası bəs necə yarandı? Food bloger olmaq artıq ailə həyatı qurduqdan sonra mən daima öz evimdə yeməklər bişirməyə başladım. Daha Ən sonra çox nə sosial bişirirsiz? Çox maraqlıdır. Bizim mətbəxdən yoxsa qarışıq? yox, qarışıq. Qarışıq. Daha çox. Belə deyim. Sosial mediada artıq insanlar başladı öz yediyi yeməkləri paylaşmağa, bişirdiklərini paylaşmağa. Bunun da böyük rolu oldu. Yəni mənim bişirmək həvəsimin artmağına, Bəli. bişirməkdən əlavə onu təqdim etməkdə, şəklini çəkməkdə, Bəli. bunları hamısı yəni sevirdim. Öz şəxsi səhifəmdə daima bişirdiklərimi çəkirdim. Daha sonra ətrafımdakı insanlar dedi ki, bu səndə çox yaxşı alınır. Niyə açmırsan səhifəni? Bu qədər insanlar food blogginglə məşğul olur. Bəli. Qərara gəldim ki, həqiqətən yəni bu işi hobbidən Tamamilə, kənara bəli. yəni bloqinq səviyyəsinə qaldıra bilərəm və elə açdım. Heç bir əslində gözləntim yox idi. Neçə ildir artıq fəaliyyət göstərir səhifəniz? 2018 ya da 19'dan. Aha. Dəqiq yadımda deyil düzü. Daha sonra biraz davamlılığımı itirdim sırf təhsilim müddətində. Orada biraz gedib insan peşəkar mətbəxə görükdə, oradakı texnikaları, oradakı reseptləri görükdə artıq digər reseptlər adama bəsit gəlməyə başlayır. Və mən biraz arada qaldım ki, görəsən peşəkar mətbəxdənmi paylaşım, oradakı texnikalardanmı yeməklər hazırlayım, yoxsa daha bəsit? Təbii ki, insanlar daha bəsit reseptlərə daha çox Gündəlik belə alındıra bilən, bişirə bilən. daha tez reseptlərə üstünlük verirlər və biraz məndə o boşluq yarandı. Aha. Çünki özümdə bir qərarsızlıq yaşadım ki, mən daha çox bir professional mətbəxdə texnikaları göstərmək istəyirəm, amma insanlar bunu daha gec qəbul edir. Yəni paylaşdığın kontentlər istədiyin statistik göstəriciləri göstərmir. O biraz Amma maraqlıdır. izləyicidən də asılıdır. Ya var gündəlik məsəl üçün məişətdə hazırladığımız qidalar var. Var da ki, siz dediyiniz kimi peşəkar mətbəx, amma bir məqam var. Bilmirəm, siz də elə düşünürsüz yoxsa yox. Adətən mən çox eşitmişəm. Hətta bizdə bir xanım qonaq olmuşdu. Səhv etmirəmsə San Sebastian səhv eləmirəmsə San Sebastian bişirib hazırlayıb onu, yəni onun hətta gedib onu xaricdə də onun təhsilini alıb gəlmişdi. O bir məqam vurğulamışdı ki, mən bir dəfə ümumiyyətlə bu mətbəxə, şirniyyata olan həvəsim xarici səhifələrdən yarandı. O da necə oldu? Deməli başlayıb o reseptləri hazırlamağa, görüb alınmır. Niyə alınmır? Axır bir aşpaz ona dedi ki, çox vaxt aşpazlar öz sirlərini, texnikalarını vermirlər. Siz də bu düşüncədəsiz. Çünki bayaq deyirsiniz ki, mən istəyirəm texnikaları paylaşmaq. Aşpazlar ümumiyyətlə öz sirlərini, texnikalarını paylaşırlar, yoxsa bu normaldır və ya da normal deyil? Texnikaları məncə paylaşırlar. Yəni texnikada belə bir deyim, sir deyil. Əslində onların əlavə etdiyi sirli ingrediyentlər ola bilər ki, həqiqətən onları gizli saxlaya bilərlər. Məncə bir növ şef öz reseptlərinin individuallığını qorumaq üçün bəli saxlamalıdır. Aha. Çünki belə deyim, onun fəaliyyət göstərdiyi restoranı digər restoranlardan fərqləndirən bir nüans olmalıdır ki, o da onun hazırladığı yeməkləri təbii ki, onun bir necə deyim, xüsusi bir sirri olmalıdır. Ki, hamını ora cəlb etmək üçün bir səbəb olsun. Təkrarlanmasın. Aha. Deməli var belə bir şey. Bəli. Onda reseptlərin hamısına inanmaq düzgün deyil. Food blogerlər məncə çox da gizlədiləsi bir şeyləri yoxdur. Yəni professional mətbəxdə belə olur. Olur. Ümumiyyətlə dünyanın hansı ölkəsinin mətbəxi sizi daha çox özünə cəlb eləyir ki, onları bişirəndə deyirsiniz ki, elə bir ki, bu mənim öz ağız dadıma uyğundur, mənim özümə məxsusdur, var elə bir. Mənim ağız dadıma ən çox uyğun olan İtalyan mətbəxidir. Ümumiyyətlə Aralıq dəniz mətbəxlərini çox sevirəm. Daha yüngül olmaqlarına baxmayaraq ki, İtalyan mətbəxi ağır karbohidratlarla zəngin, yəni pastalarını Həqiqətən elə onu deyəcəm. Sizə baxanda heç demək olmaz ki, siz karbohidratla qidalanırsınız. Necə sevirsiniz onları? Pasta, pizza doğrularda mən bildiyim qədərilə. Pastaları bir o qədər tükətmirəm düzü. Yəni bu artıq yaş artdıqca bilmirəm, orqanizm yəni
İstəmir. Orqanizm istəmir, daha çətin həzm olunduğu üçün, amma Hı hı. çörəkləridir, pizzalarıdır, salatlarıdır, yəni çox sosları deyim, Ha, çox sevərək hazırlayıb hazırlayırsınız. dadıram. Və son illərdə belə deyim, təhsil aldığım vaxtlarda Asiya mətbəxinə daha çox marağım yaranmağa başladı. Mən Aha. ona qədər dəniz məhsullarını tükətmirdim ümumiyyətlə. Və dəniz Səbəb? məhsullarını sevməyimin səbəbi elə Asiya mətbəxidir ki, Aha. orada dadaraq daha çox sevməyə başladım. Hı. Bilmirəm, anam sevməyib, böyük ehtimal ki, bişirməyib. Biz evdə balıq çox nadirən bişən Bəli. bir şey olub. Ona görə yəni mənim də ağız dadımı formalaşmayıb, belə deyim, dəniz Doğrudan da o məhsullarından. çox düz buyurdu. Elə bir ki, qəribədir ki, evdə nə bişirsə biz həmişə elə bir ki, onu yeməyə məcburiyyətindəyik. Bəzən hətta mənim anam hazırda da bir hansısa bir restoranda və ya da kafedə əyləşəndə deyir, "Yox, mən bundan istəmirəm." Deyirəm, "Ana, bir dadına bax. Bəlkə xoşuna gələcək." "Yox, istəmirəm." Gülərsən, "Allah, istəmirəm." Amma mən sevirəm xarici mətbəxdən. Hətta elə bir indi burada desəm bəziləri iyrənə bilər. Var da elə bir balaca həşəratlar filan var ki, çox adam onlardan qaçır. Ay belə də elədi, amma yox. Onu düzgün şəkildə istifadə olunsa, o təbii şəraitdə, təmiz, orqanik şəraitdə böyüyən heyvan olsa və ya da həşərat olsa, onu niyə də yeməyək? Yəni mən sevirəm, dadına da baxıram. Yəni açığam bütün mətbəxlərə, amma siz çox doğru vurğuladınız ki, evdə əgər bişibsə biz elə bilirik onu hər yerdə yeyə bilərik. Ailədən də necə gəlirsə. Çox doğrudur, düzdür. Çox razıyam sizdən. Amma bir məqam var ki, siz əməkdaşlıq da eləyirsiniz. İlk əməkdaşlıqdan danışardıq ki, necə oldu? Hansı videodan sonra sizdə belə sizə maraq yarandı? Bundan danışardınız. Əslində həmin zaman Instagramda video deyildi. Əsasən foto kontentlər idi. Daha çox məşhur olan elə mənə gələn təklif də həmin brend üçün kontent hazırlamağım idi aylıq olaraq. İlk olaraq bir yağ, məşhur yağ brendindən işləməyə başladım, kərə yağı. Və aylıq olaraq uzun müddətli 3 ilə yaxın deyim, əməkdaşlığımız oldu. Hər ay onları səhifəsi üçün kontentlər hazırlayırdım. Amma belə deyim, ən böyük uğurum dünya məşhurlu Kola brendindən əməkdaşlıq təklifi aldım, hansı ki, milyonlarla izləyicisi olan blogerlərlə işləmişdim. Mənim üçün qürur idi. Maraqlısı odur ki, nə cəlb eləməlidir? Bir food bloger nə etməlidir ki, brendlər, markalar ona müraciət eləsinlər? Əslində düşünürəm, bunun müəyyən, yəni standart bir qəlibi yoxdur. Brendin özünün belə deyim, imici və onun reklamda görmək istədiyi bir nəyi görmək istəyir, necə blogerlərlə işləmək istəyir nüansı var. Məsələn, ona uyğun blogerlərə müraciət edir. Daha təbiimi, daha fərqlimi reseptlər və yaxud daha milli mətbəxi olsun, daha asan mı olsun? Məsələn, bunlara görə brendlər özləri müəyyən edirlər. Bəs əməkdaşlıq edəndə xüsusi şərtlər olur ki, misal üçün siz bu mətbəxə müraciət edəcəksiniz, bu menyuları işləyəcəksiniz, yoxsa yox, sərbəstlik verirlər, siz öz kontentinizə istədiyiniz yerdən davam edirsiniz. Necə olur? Bəli, sərbəstlik verilir. Yəni mənə belə bir indiyə qədər bir şərt qoyulmayıb. Bəlkə də artıq onlar mənim səhifəmi bir analiz edəndə görürlər ki, yəni mən standart bir qəliblə işləmirəm. Fərqli reseptlər, daim fərqli reseptlər sınayıram. Ona görə mənə belə bir tələb qoyulmayıb, düzü. Baxın, 2018-ci ildən artıq səhifəniz var. Food bloger kimi fəaliyyət göstərirsiniz. Dinləyicilərimiz çoxsu sizin bişirdiyiniz, hazırladığınız təamlar, dadmasalar da mən öz adımdan deyirəm, dadmışam. Həqiqətən də spesifikdir, dadlıdır, gözəldir. Amma buna baxmayaraq, artıq özünüz də görürsünüz ki, 2018-ci ildən bu günə hətta elə olur ki, adi evdar xanımlar belə gözəl qabiliyyətləri olduğu halda bir səhifə açırlar, işlədirlər. Çətin deyil indiki rəqabət olan dövrdə belə bir səhifəni davamlı şəkildə işlətmək və yadda qalmaq. Əslində çətindir, siz də deyirsiniz. Yəni artıq sosial media çox böyük imkanlar açıb. Yəni hər kəs bu imkanlardan istifadə edə bilir. Sadəcə yenə deyirəm, məsələn mən bu fəaliyyətə başlayanda, yəni bloqinqlə məşğul olmağa başlayanda mənim bir gözləntilərim yox idi, amma belə deyim, mənim istəyirdim ki, auditoriyam mənim gözümdən o kontentləri görə bilsin. Çünki mən tək yemək resepti paylaşmaqla kifayətlənmirdim. Onun haqqında geniş məlumatlar paylaşırdım. Yəni bir məqalə şəklində onu hazırlayırdım.
onun orada istifadə etdiyim qablardan tutmuş hər şeyin zövq olmağına çalışırdım. Şəkil çəkməyinə qədər, hətta bir müddət qısa kurslarla food photography ilə də maraqlanmışam ki, gözəl. şəkillərim yaxşı alınsın, professional fotoaparat almışam bunun üçün. Sadəcə bir tərəfi var ki, insan o qədər belə mükəmməlliyətçiyə qaçdıqca Bəli. belə bir kontentin ortaya çıxması daha da çətinləşir. Hər şeyə diqqət yetirdikdə o Bəli. beynimdə tutduğum o mükəmməl şəklin Görüntünü, alınması bəli. üçün daha yəni bu proses uzanır. Onun araşdırma aparılması, onun istədiyim bir şəkildə qablaşdırılması, təqdimatı, çəkməsi, hətta indi artıq video reel şəklində paylaşılır Bəli. ki, bunun montajı, musiqisinə qədər Hər hər şey şey, bir-birinə uyğun olsun ki, Bəli. yəni mənim ən çox resept paylaşmaqla kifayətlənmirəm. Bu mənim zövqümə oxşamalıdır. Bu estetik Həm görsənməlidir. estetik, həm də göz məlumat belə paylaşırsınız. Yəni tək yeməyi təqdim etmirsiniz, həm də göz oxşamaq üçün. Bu nə gözəldir. Hamısı bir yerdə vəhdət daşıyanda təbii ki, insan sevilir və bu qədər izləyicisi olur. Afaq xanım, belə fərqli və maraqlı bir sualım var. Sizcə Azərbaycan mətbəxini dünya mətbəxindən fərqləndirən ən əsas xüsusiyyətlər nələrdir? Bir şefdən dinləyək. Mən düşünürəm ki, bizim mətbəxin daha çox ət ağırlıqlı, yağ, kərə yağı ağırlıqlı, soğan ağırlıq bir mətbəximiz var. Düzdür, dünyada belə mətbəxlər çoxdur ki, hansı ki ət ağırlıqlı mətbəxlərdir, amma belə deyim, bizdə hətta bəzi ailələrdə, yəni böyük qismi ailələrdə Bəli. ət bişməyən günü kişilər ac qalır demək olar ki. Çox doğru. Yemək yox Ona görə, deyir. düşünürəm ki, bizdə daha çox ət ağırlıqlıdır və bizim özümüzün məsələn bəzi otlar var ki, kəklik otu kimi, yəni daha spesifik edir Bəli. bizim mətbəximizi, zəfəran özü misal çəkmək olar ki, fərqləndirən xüsusiyyətlərdəndir. Bəli, bu yəni əsas deməli, o hətta bu yaxınlarda mən gördüm, zəfəranı qırmızı qızıl kimi təqdim eləmişdilər. O da bizim vətənimizdə, Azərbaycanda yetərlidir və elə yeməklərimizə də xüsusi rəng qatır. Həqiqətən çox doğru buyurdunuz. Ümumiyyətlə, sizin izləyiciləriniz hansı məzmunda reseptlərə daha çox açıqdır, daha çox sevirlər? Bayaq da qeyd elədim. Mən düşünürəm ki, mənim auditoriyam böyük olmasa da, həmin auditoriya mənim gözümdən görə bilir kontentlərimi. Yəni tək resept deyil də, estetika, yəni bir kontentin nə qədər estetik olmağına Bəli. önəm verən bir auditoriyam var. Düşünürəm ki, onların da məndən gözlədikləri, üstünlük verdikləri kontent elə budur. Və də bir video, bir reseptin və yəni videosu hansı müddətə belə hazırlanır? Bu əslində baxır həmin yeməyin hazırlama müddətinə. Bir də məsələn ola bilər ki, salat 20 dəqiqə hazırlansın. O salatın bayaq da qeyd elədim, yəni onun haqqında məlumat paylaşırsınızsa, bir araşdırma aparırsınız. Məsəl üçün mən bir günümü alırdı. Müəyyən mənbələr tapırdım, oradan araşdırırdım və onları bir məqalə kimi yığırdım, bütün məlumatları bir yerə. Bu özü bir vaxtımı alırdı. Daha sonra onu montaj eləmək, şəkilləsə onu deyim, rənglərini düzəltmək, hətta musiqi seçimi belə o qədər çətindir ki, bəzən Instagram alqoritmləri olur ki, qəbul eləmir, dəfələrlə paylaşmaq məcburiyyətində qalır. Yəni bu hazırlama müddətindən əlavə bu kimi başqa nüanslar da var ki, təsir edir. Təbii ki, bu bişmə müddəti uzun olan yeməklər daha çox vaxt alır və bir qədər də çətindir, çünki digər belə deyim, lifestyle olan blogerlərdən, fashion blogerlərdən daha qısa müddətdə daha asan kontent yarada bilirlər, amma foodda belədir ki, məcbursan həmin yeməyin hazırlanma etaplarını ardıcıl göstərməyə və bunu qısa bir şəkildə yığıb göstərmək biraz çətindir. Hamısı özünüz eləyirsiniz, çəkilişləri falan da. Yox, bəzi çəkilişlərim var ki, professional videoqraf tərəfindən həyata keçiririk. Yəni bu əsas əməkdaşlıqlar olanda, amma belə özüm kontent üçün paylaşdığım özüm çəkirəm. Bəli. Amma yetərincə maliyyə tələb olunur da. Çünki bəzən olur ki, hər gün nəsə hazırlayıb çəkməlisən ki, davamlılığı qorumaq üçün də. Hər dəfə cibindən vəsait ayırırsan, çəkilişlərə, yəni ki, videoqraf dəvət edirsən, o çəkir, montaj eləyir, səni hazırlayıb. Yəni bunlar hamısı pul tələb eləyən əslində vasitələrdir ki, yəni otur gözlə ki, nə zaman sənə reklam gələcək və ya da gəlməyəcək. Yəni davamlılığı qorumaq üçün sən daima, yəni səhifəni işlək vəziyyətdə saxlamalısan. Bu çətin deyil, bəzən yormur sizi. Belə deyim, əslində yemək bloqinqinin bir asan tərəfi odur ki,
Siz evdə soyuducuda olan ərzaqlarla istədiyiniz bir resept uydurub da belə çəkə bilərsiniz. Yəni Aha. əlinizin altında olan Nə inqrediyentlərlə varsa onu. bir şey kontent çıxarda bilərsiniz. Sadəcə sizin görmək istədiyiniz kontent bulurmu? Söhbət odur. Məsələn, mən mənim öz deyim tələblərimi deyim ki, hansı kontent yaradıramsa, mən istəyirəm orada fərqli inqrediyentlər istifadə edeyim, ekzotik inqrediyentlər istifadə edeyim. Bəli. Hətta orada istifadə etdiyim qablar, adətlər, texnikaya qədər çalışıram ki, zövqlü, daha belə premium his bəxş edən şeylərdən istifadə edib və təbii ki, burada tək ingredient, ərzaqlar və qablar deyil, eyni zamanda əgər videonun, kontentin professional görsənməyini istəyirsinizsə, videoqrafla, fotoqrafla işlədiyiniz halda bunlar da əlavə xərc tələb edir. Bəli. Bilirsiniz, bizim zövqlərimiz də fərqlidir bir insan olaraq. Bəzən siz çox doğru buyurdunuz ki, məsəl üçün mən masanı gözəl eləməliyəm, bişirdiyim yemək də ideal olmalıdır, işıq, rənglər, hər şey estetik, yəni ki, perfeksionistsizsə, yəni hər şey gözəl olsun. Amma bu aralar, yəni dediyim, yəni bir 2-3 il bundan öncə bir başladı, öz səsi ilə paylaşır. Musiqi yox. Ümumiyyətlə kənd həyatı, oturur bir xanım və yaxud da bir ailənin içində elə ki, oturub siz demiş, yəni evdə hazırladığı, evdə olan hər şeydən nələrsə başladılar hazırlamağa və bu da sevildi. Maraqlısı odur ki, düşünürsən ki, yəqin ona vəsait azlıq gedir. İndi təbii ki, onu daha da təkmilləşdirdilər. Bəzi blogerlər, yəni gördülər ki, izləyicilər sevirlər bunu. Başladılar bu kontenti davam eləməyə. Siz nə düşünürsünüz? Hansına daha çox tələbat var, yoxsa ki, fərqlidir insanlar? Əslində sosial mediada tendensiyalar çox tez-tez dəyişir. Yəni insanların gözləntiləri tez-tez fərqləndiyi üçün fərqlənir. Məsələn, daha natural, daha doğal olan öz səsi ilə və yaxud belə deyim, ASMR deyilir, heç bir səs olmayan videolar müəyyən bir müddət çox böyük statistik göstəricilər yığmağa başladı. Amma daha sonra başladı. Məsələn, bu özü də bir büdcə tələb edir. Belə videolar adətən xüsusi mikrofonlarla çəkilir. Məsələn, bunun üçün də gedib maliyyə vəsait ayırmaq lazımdır. Amma mən əsəbləşirəm o səslərə qulaq asanda. Görürsünüz, hər insanlar üçün sakitləşdirici. Bəli, mən misal üçün öz səsi ilə, musiqi, yəni fonda bir adi, yəni heç səs olmasın, sakitçilik olsun. Amma nəinki o müəyyən ASMR videolara mən baxa bilmirəm. Amma indi təbii ki, zövqlər müxtəlifdir. Ümumiyyətlə, hər gün ideya tapmaq çətin olmur. Yəni mən elə bilirdim ki, food bloger durur yuxudan, ürəyi istəyən şeyi hazırlayır və onu təqdim edir. Amma sonra bizim verilişimizdə qonaqlar oldu. Elə Ayman Qırıq xanım, bəlkə də tanıyırsınız İnci xanım, o gələndə dedi ki, yox, nə danışırsan, mən bir ay elə olur, 2 ay elə olur ki, aylarla o videonu alındırmaq üçün onun resepti araşdırmaq, yəni onun tarixinə getmək, çünki biz danışadan hazırlaya danışırıq. Danışdığımız məlumatı da insanlar dinləyirlər. Hətta adicə bir səhv olanda altdan yazırlar. O bizim minusumuzda. Yəni bizə yaxşı olmadığına görə çox araşdırırıq. Yəni bizdə belədir, amma sizdə necədir? Bir də deyim, mənim ideya tapmaqla əslində heç bir qıtlığım yoxdur. Hətta gündəlik olaraq paylaşmaq üçün illik plan belə yazaram. Sadəcə mənim üçün orada çətin bir nüans odur ki, mən o ideyalardan hansını seçim, hansından başlayım. Mənə ən çətin odur ki, mən sabah durum hansını eləyim. O qədər ki var ki, beynimdəki onları eləmək istəyirəm. Hansını seçim, hansını eləyim və o mükəmməl olsun. Mənim ən çətinlik yaradan yeri mənim mükəmməlliyətçi olmağımdır ki, yəni istəyirəm ki, beynimdə tutduğum, özüm gördüyüm kontenti o şəkildə təqdim edə bilim. Afaq xanımın var elə bir hazırlamaq istədiyi yemək Azərbaycan mətbəxindən təbii ki, söhbət gedir. Hələ ki onu, yəni onun videosunu hazırlamayıb və arzusundadır ki, onu mükəmməl şəkildə təqdim eləsin. Var elə bir Azərbaycan mətbəxinin təamı və yaxud da ki, hansısa bir xüsusi reseptli yeməyi? Əslində mətbəximizin bəlkə də inanmayacaqsınız, ən çox sevdiyim yemək dovğadır. Dovğanı düşünürəm ki, əslində hər kəs bilir necə hazırlamaq lazımdır. Yəni ən sevdiyim yeməyi video şəkildə paylaşmışam. Necə idi ümumiyyətlə, izləyicilərin reaksiyalarını bəyəndiniz? Bəli, mən demək olar ki, indiyənə qədər heç bir mənfi rəy, heç bir pis reaksiya görməmişəm həqiqətən. Nə gözəl. Bəs yaxşı. Sual versəydilər ki, qlobala çıxmaq üçün bir Azərbaycan mətbəxinin yeməyini hazırlamalısınız. O hansı yemək olardı sizə görə?
Məncə qlobalda ən çox bizi tanınan yeməklərdən biri böyük ehtimal ki, şaf plov olar. Aha. Amma onu da çox istəyirəm ki, özünə məxsus şəkildə belə deyim, Təqdim fine edək. dining şəkildə daha fine dining Azərbaycanca təzyiqi tam olaraq dəqiq tərcüməsini deyə bilməyəcəm. Yəni bu şəkildə təqdim etmək istəyərdim. Nə gözəl. Ümumiyyətlə şef olmaq üçün insanda nələr olmalıdır? Hansı üstünlüklər olmalıdır? Təbii ki, ilk öncə insanın bacarığı olmalıdır. Ağız dadı olmalıdır. Müxtəlif yeni dadlara açıq olmalıdır. Aha. Əsas yeni dadlara. Davamlılıq, zəhmət, yaradıcılıq. Hı -hı. Bunlar mütləq olmalıdır ki, əlinin altında olan inqrediyentlərlə hətta öz fantaziyasına uyğun olaraq yeni bir reseptlər kəşf edə bilsin. Nəinki daim eyni reseptlərlə işləsin. Ümumiyyətlə sosial media hansı müddətdən sonra gəlir mənbəyinə çevrilə bilər bir food bloger üçün və sizdə nə zaman bu baş verdi? 2018-ci ildən fəaliyyət göstərdiyiniz halda. Dəqiq tarixi yadımda deyil. Düzü. Burada yenə deyirəm, əsas markanın tələbləri üstün, yəni onları analiz edir, səhifənin statistik göstəricilərinə baxır. Onlar qərar verir ki, hansı tip blogerlərlə işləsin, daha kiçikmi, orta və yaxud qlobal markalarla işləyən bloger olsun. Təbii ki, hər hansı bir premium brenddirsə, qlobal markadırsa, daha çox izləyicisi olan, daha statistik göstəriciləri daha yaxşı olan brendlərlə işləyir, amma bəzi hallarda böyük auditoriyası olan insanların kontentləri çox da belə deyim, natural, yəni doğal effekt vermədiyi üçün bəzi markalar daha kiçik auditoriyası olan, daha səmimi münasibəti olan auditoriyaya daha səmimi münasibəti olan blogerləri seçirlər. Bəli, insanlar hər şeyi hiss edirlər. Deyirik, xalqın gözü tərəzidir. İnsanlar səmimiyyəti almayanda siz Allah belə ən dadlı, ən mükəmməl bir şeyi hazırla, amma yenə də səmimiyyəti almayanda insan, yəni mən elə bilirəm ki, orada nə maraq olmayacaq, nə də davamlıq olmayacaq. Bir dəfə ki də baxıb sonra yəni məndə elədir. Yəni ki, insanlar da elə düşünürlər deyə ona görə bu fikirdəyəm. Maraqlısı oldu ki, hazırda dünyada, nəinki Azərbaycan, dünyada insanlar elə bil pəhrizli qidalara, pəhrizli yeməklərə daha çox üstünlük verirlər. Ümumiyyətlə dünya hazırda hansı seçimləri eləyir və o bizim mətbəxə necə yansıya bilirmi, yoxsa biz öz mətbəximizin spesifikliyini qoruyub saxlamalıyıq və saxlayırıqmı? Əslində bu bir növ nəsildən nəslə yemək vərdişləri dəyişir. Yəni mən özüm və anamı müqayisəvi olaraq deyə bilərəm ki, məsələn, mən özüm çox nadirən kərə yağı istifadə edirəm mətbəxdə. Əsasən daha yüngül, zeytun yağlı, amma bizdən əvvəlki nəsil bol kərə yağlı, soğanlı, daha ağır deyim bir növ, daha kalorili. Təbii ki, burada yaşam tərzində böyük təsiri var ki, onlar daha çox çalışırdı, daha çox kalori tələb edirdi gündəlik rasionları. Bizim nəsil daha yüngül yeməklər yeməyə üstünlük verir. Salatlar, yəni mən adi zeytun yağını misal çəkə bilərəm. Bu yeməkləri daha sağlam edir. Məncə sırf mətbəx olaraq deyə bilmərəm, amma yəni nə qədər bizim mətbəximizə yansıyır bu deyə bilmərəm, amma son dönəmlərdə hətta yəni öz yaşlılarımdan deyə bilərəm ki, hamı sağlam qidalanmaq, daha yüngül yemək, glutensiz, şəkərsiz yeməyə daha çox üstünlük verir. Ümumiyyətlə Afaq xanıma görə sağlam qidalanmaq nə deməkdir? Yəni çünki biz çox eşidirik sağlam qidalanmaq, amma bəzən olur ki, evdə bir cür yemək bişir, hamı yemək istəyir də o yeməkdən, düzdür? Amma biridir mən sağlam qidalanıram, biridir ki, yox mənə elə dədə-baba yeməyi ver. Yəni biz onu həyatımıza necə salmalıyıq ki, nə şiş yansın, nə kebab, hamı o yeməkdən qidalana bilsinlər və yəni heç bir problem yaşanmasın. Əslində demək olar ki, istənilən yeməkləri sağlam şəkildə salmaq mümkündür. Mən ona görə yəni mən heç bir çətinlik çəkmirəm mətbəxdə, yəni yeməkləri, reseptləri sağlamlaşdırmaq üçün və çox da böyük marağım var bu arada sağlam qidaya. Müəyyən müddət periodlar olur ki, mən çox sərt şəkildə sağlam qidaya üstünlük verirəm. Nə rafin olunmuş şəkər istifadə etmirəm, gluten istifadə etmirəm, hətta laktozla belə, yəni süd məhsullarını belə tamamilə çıxardıram.
düzdür, daimi olaraq, həmişəlik olaraq bunu çıxartmaq məndə alınmır. İstənilən süd həqiqətən məhsulu bizi kökəldir. Çox maraqlıdır. kökəltmək deməyim də, laktoza, yəni insanlarda bəzi insanlarda belə deyim, Keçim həzm olunur. hə, Bəli. geç həzm olur, Şişkinlik yaradır, şişkinlik bəli. yaradır. Yəni bu kökəltmək deyil. Hı. Sadəcə insanların seçimidir ki, bu mənə pis təsir edir, mən yaxşı həzm etmirəm. Bəli. Glutendir, şəkərdir. Onları Bunları çıxardırsan. tamamilə çıxardıram. Amma müəyyən müddət olur bu ancaq. Çünki həmişəlik çıxartmaq bacarmıram çünki sevirəm. Və onsuz təsəvvür etmirəm ki, mən hər hansı bir tortu, şokoladı yeməyim. Bəli. Sizə yekunda bir sual verəcəm və ondan sonra da verilişimizi yekunlaşdıracağıq. Bildiyim qədərilə hazırda şef kimi fəaliyyət göstərmirsiniz, dayandırmısınız bir müddətlik. Amma izləyicilərinizə hansı yeniliklər gözləyir? Var elə bir yeniliklər? Bəli, baxmayaraq ki, mən son illərdə davamlı şəkildə səhifəmi idarə etmirəm. Bəli. Amma bəzi əməkdaşlıq təklifləri var ki, hazırda biz bu haqqda danışırıq. Bunların kontentini yaradacağam və daha davamlı olmağı düşünürəm ki, daha davamlı gəlir mənbəyi edim səhifəni. Digər tərəfdən də bir ideyam var ki, neçə illərdir bunun arzusundayam. Təəssüf ki, indi tam olaraq açıqlayıb deyə bilməyəcəm, amma ümid edirəm ki, elə həmin ideyamın təqdimatını sizdən burada bölüşəcəm ilk olaraq. Nə gözəl. Nə gözəl. Artıq başlamışam bunun üzərində işləməyə. Çox sevinərik. Hətta bizlə bölüşəcək. İlk bizlə bölüşəcək. Lap çox sevinərik. Afaq xanım, biz sizə gəldiyiniz üçün təşəkkür edirik. Fikirlərinizi, ideyalarınızı, təcrübənizi bizlə bölüşdüyünüz üçün xüsusi təşəkkür edirik sizə. Sizə işlərinizdə, yeni ideyalarınızda, planlarınızda sizə uğur arzu edirik. Mən təşəkkür edirəm. Dəvətiniz üçün çox xoş oldu. Mənə belə bir fürsət verdiyiniz üçün, öz fikirlərimi sizinlə paylaşmağım üçün bir daha təşəkkür edirəm. Dalğa FM-in səsi yüksəklərdən gəlsin. Çox sağ olun. Biz sizə təşəkkür edirik gəldiyiniz üçün. Qeyd eləyək ki, Biznes İncilərinin bugünkü qonağı food bloger və şef Afaq Mustafayeva idi. Əziz dinləyicilər, Biznes İncilərinin növbəti buraxılışlarında görüşmək ümidi ilə sizinlə mən idim Gülər İlxan qızı. Hələlik.